Salam, hər vaxtınız xeyir olsun, dəyərli müəllimlər, eyni zamanda müəllimliyə namizədlər. Bu gün də sizlərlə MİQ 2026-cı ilin qəbul suallarından birinin izahını vermək istəyirəm. Deməli, sualımız yenə də Python bölməsinə həsr edilmiş bir sualdır. Python dilində yazılmış proqram fraqmentinin nəticəsini müəyyən etməmiz tələb edilir. Baxırıq ki, A-ya və C-yə giriş qiyməti A-ya 36, C-yə 0 mənimsədilib. Burada if, elif və else-lər var. Bilirik ki, if ödənsə, elifə və else baxmırıq. If ödənməsə, elifə baxırıq. Elif ödənmədiyi halda else baxacağıq. Və eyni zamanda burada iç-içə iflərimiz var. Yəni, birinci if ödənsə, o artıq bizə icazə verəcək ki, biz ikinci ifi işləyə bilək. Bunu bir növ iç-içə qapılar kimi, iç-içə otaqlar kimi düşünün ki, birinci otağın qapısı açılsa əgər, biz həmin halda ikinci otağın qapısını açmağa doğru gedə bilərik. İndi baxaq. A-nın qiyməti 36-dır. Faiz işarəsi bilirsiniz ki, qalıqlı bölməni göstərir. Qeyd edilir ki, 36-nı 12-yə böləndə qalıq 0-a bərabərdirmi? Bəli. Onda C-nin üzərinə bir qiymətini əlavə etməliyik. C-nin qiyməti nədir? 0. Olacaq 0 plus 1 oldu 1. Və birinci qapı açıldığı üçün biz digərinə doğru gedirik. A-nın başlanğıc qiyməti təbii ki, dəyişməyib. 36-nı 3-ə böləndə qalığımız 0-a bərabərdirmi? Yenə də bəli. C-nin başlanğıc qiyməti 1-dir. Burada, yəni başlanğıc qiyməti burada düzdür, əvvəl 0 idi, növbəti qiyməti 1-dir. Dəyişənin dəyişən qiymətləri ilə işləyirik. Sonuncu qiyməti olub 1, üzərinə 2 əlavə edirik, alınır 3. İf ödəndiyi üçün nə elifə, nə də elsə baxmırıq. Lakin baxın, buradakı bu iflə paraleldir. Yəni ki, nə olursa olsun, eyni hüquqa malikdirlər. Bu ifi də mütləq şəkildə yoxlamağımız tələb edilir. Gəlirik bura, C-nin sonuncu qiyməti nə oldu? Bu dəfə fikir verin, C-ni qoyubdur burada şərt olaraq. C-nin sonuncu qiyməti 3-dür. Tələb edilir ki, 3-ü 3-ə böləndə qalıq 0-a bərabərdirmi? Bəli. Onda C-nin sonuncu qiymətinin üzərinə 3 əlavə et. C-nin sonuncu qiyməti nə idi? 3. 3-ün üzərinə 3 əlavə etdikdə nə olacaq? 6. Bu if ödəndiyi üçün artıq else düşmürük. Else düşə bilmədiyimizə görə təbii ki, buradakı if şərtini yoxlayıb dövrün gövdəsini də yerinə yetirməmizə ehtiyac yoxdur. Bizdən çapda C-nin qiyməti tələb edilir və C-nin sonuncu qiyməti 6-dır. Qeyd edim ki, 2026-2027-ci tədris ili üçün müəllimlərin işə qəbulu və sertifikasiya imtahanlarına artıq qeydiyyatlarımız başlayıbdır. Bizim ilk dərsimiz 15 sentyabr tarixində olacaq. 051 313 03 47 nömrəsinə yazaraq qeydiyyata düşə bilərsiniz. Sağ olun, sağlıqla qalın.